Herkese bir gün sizlerle birlikte Brookhaven hayatı oynayırıq. Gedək. Saçım da özdə Ronaldo saçıdır. Ve abone olmayı, like atmayı hiç unutmayın. Sizi çok sevirəm. Hadi gedək indi. Maşın götürək. Sizcə hansı maşın qəşəngdir? Hmm, Bence bu. Ben çok sevirəm də bunu. Ama bu bağlıdır da. Yaxşıdır. Gedək. Gecə araları birinci ev almağa gedək. Təzə ev gəlib, onu almışdım. Çox balaca evdir və burada almağa başlayaq çünki çox yaxın olsun. Aldıq. Və hansı ev alaq? Burada yer var. Elə bura təzə gəlmiş yer. Buradır. Yəni mənim xoşuma gəldi. Amma bunu almaq istəmirəm. Hansı ev qəşəng olar məncə? Mən normalda bu ev alırdım da ağaclını. Qırmızını yox, qırmızının yanındakını alırdım. İndi istəyirəm ki, hamısını almışam, maraqsız olub da. Ondan dolayı özü bu ulduzlardan da almaq olmur, Roblox ala bilmirəm. Roblox alsam onu ala bilirsən də, yəni. Maşınımızı bagajnikə salmaq istəmirəm. Burada yer var. Oraya girirsən ki, özündən başqa heç kim maşınını sürə bilmir. Ona görə istəyirəm bayırda qoy maşınını, istəyirsən küçədə qoy. O heç kimi ilgiləndirmir. Və bu evlərin heç yadımdan çıxıb, çoxunun yadımdadır. Çoxu yadımdan çıxıb da, yəni bu yadımdan çıxmışdı. Bura bodrumdur. Mən bir dəfə Roblox oynayan baxmışdım. Burada yəni o hələ bir gibi abone olmaq üçün də. Bura yəni belə qoymuşdu. Yataq burada yatıb dururdular. Burada əslində yer eləmək olar. Bura futbol alanı kimi yerdir. Sonra gedirik. Bura bura qonaq otağıdır məncə. Dostlar atıblar buradan belə ailecə. Bura belə genç odasıdır, genç. Bura hamam tualeti. Bura bizim otaq. Uşaq otağı da olmalıydı əslində. Məncə, mənim fikrimcə uşaq otağı deyil budur. Bir də o birisidir məncə uşaq otağı. Bir dənə də qonaq otağı olmalıdır. Harda deyəsən tualet var. Bir neçə saniyədən sonra dəqiqə yox saniyədən sonra dəyişmək olar. Dəqiqədən sonra. 8 dəqiqədən sonra dəyişə bilərik. Maşınımızı almaq istədiyimiz var. Maşını belə başqa maşın qoysun. İndi gözləyəcəksən 5 saniyə. 5 saniyə sonra dəyişə bilərsən. Dəyişə bilərsən və indi gedək benzin vuraq. Benzin vuraq və burada dayanaq. Hara basırıq? Hə, bir yaşıl nöqtəyə basırıq. Neçə saniyə? Bu dolana kimi? Uzaqlaşdırmaq olmaz bunu. Necə? Sürüb gələndə bu açıq qapalı eləyir. İmza mı? İmza. İşte bunlar ne? Bir daha sokalım. Götüreceğim. Qapda yarım saata. Baxın, mən gizli yerləri sizin üçün eləyəcəm. Gizli yerləri göstərəcəm, amma bu videoda yox da. Başqa videoda. Bu sıfıra dönüb ki, bu videoda yox. Çəkəcəm gizli yerlər olan yer. Və başlayaq. Və başlayaq. Heç nə olmaz. Haydi başlayaq. Onda hardan gedək? Gedək. Kola aldıq və diziyə gedək məncə ya da başqa yerə.
Bilmirəm əslində hara gedək. Məncə uzaq yerə gedək. Az bunu artıraq, yüksəlsin də. Bunu da artırdıq və gedək. O birisi videoda da sizin üçün Brookhaven'da nə gizli yeri varsa sizə çəkib getirəcəm. Yəni suya girmək olar. Əslində uşaqlar, bu su deyil. Bu bilirsiniz nədir? Bu kaprondur. O balina çıxmış deyə kapron balina karton. Bu karton şey dənizi kartondan eləyiblər və bu qədər. Və davamını istəyirsinizsə abunə olub like atmağı unutmayın. Sizi çox sevirəm. Sağ olun.